Əziz abituriyentlər, bugün sizinlə sizin ən böyük probleminiz olan feodal dövlətlər mövzusunun test izahını verəcəm. Hansı ki, Şirvanşahlar, Sacilər izahını verəcəm. Əgər bu kimi testlər sizin üçün yararlıdırsa da rəy bölməsində yazarsınız, davamını da çəkib sizin üçün ataram. İndi isə keçid edək feodal dövlətlərimiz haqqında məlumat verməyə. Eyni zamanda onu da qeyd edim ki, mən feodal dövlətlər haqqında, yəni ki, bu testləri işlədikcə müəyyən qeyd olması lazım olan məqamlar da sizin üçün deyəcəm. Sizə yanınızda bir dəftərinizə və yaxud da qeyd xüsusi bir vərəqinizə qeydiyyatınızı apararsınız. Çünki bəzi məqamlar var ki, sizi çaşdıra bilər. Testdə əsas toxunulan hissələr bunlardır. Bundan əlavə həm də ki, bizim yəni ki, hansı ki, tarixdən istədiyiniz PDF-i, istədiyiniz qeydi əldə etmək üçün kanalımız açılıbdır. Telegram kanalı açılıbdır. Telegram kanalımıza da YouTube-un öz profil linkini, YouTube-da profilimdə link yerləşdirmişəm. Bu link vasitəsilə siz Telegram kanalımıza qoşulub istədiyiniz məlumatı əldə edə bilərsiniz. İndi isə keçək feodal dövlətlərimizə. Deməli, Şirvanşahlar dövləti. İlk növbədə ilini yazıram Şirvanşahlar dövlətinin. Biz bilirik ki, Şirvanşahlar dövləti 861-1538-ci illərdə mövcud oldu. İndi isə gedəcək sual oxumağa. 10-cu əsrdə Şirvanşahlar dövlətinin özlərindən asılı vəziyyətə, Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salmış dövlətlər. Bizə burada əsas açar söz 10-cu əsrdir. Deməli, hansı idi bu? Biz bilirik ki, iki dövlət. Bax, yadınızda saxlayın. Sacilər, bir də ki, Sallarilər dövləti ümumilikdə bütün Azərbaycanı vahid dövlətdə birləşdirmişdi. İlk dəfə Sacilər idi. Sacilərdən sonra da Sallarilər. Deməli, cavab nə oldu? 2-3 B variantı. 9 və 10-cu əsrlərdə Azərbaycanda feodal dövlətlərinin yaranma səbəblərinə aiddir. Əmtəb münasibətlərinin inkişafı əlbəttə ki, də yox. Feodal münasibətlərin zəifləməsi feodal dövlətlərin yaranmasına bir səbəb ola bilməz. İri feodalların mövqeyinin zəifləməsi də onun kimi natural təsərrüfatının ləğv olunması aid deyil. Əyalət canişinlərinin müstəqilləşməsi. Bəli, əyalət canişinlərinin müstəqilləşməsi. Yəni ki, canişinlərin müstəqilləşməsi. Bunun da səbəbi nədir? Biz bilirik ki, Ərəb xilafəti zamanında, yəni ki, böyük bir xilafətdir. Bu xilafətin hər bir yerini, yəni bir şəxs idarə edə bilməz. Ona görə canişinlər yerləşdirmişdi. Bu canişinlərin müstəqilləşməsi artıq əyalət hakimləri canişin feodal dövlətlərin yaranmasına gətirib çıxartmışdı. Deməli, Abbasilər xilafətinin zəifləməsi nəticəsində Azərbaycanın şimali şərqində yaranmış dövlətin paytaxtlarından biri. Şimali şərq deyirsə də, şimal bölgə buradır, şərq bölgə buradır, cənub bölgə buradır, qərb də bölgə buradır. Bizə şimal şərq lazımdır, yəni şimal şərq. Yəni ki, bu bölgə lazımdır. Görürsünüz, qırıq-qırıq xətlərdən də verilib. Mən də qeyd etdiyim bölgə, bu bölgədə hansı bölgədir? Biz bilirik ki, bu da Şirvanşahlar dövlətinin ərazisidir. Şirvanşahlar dövləti, deməli, biz bilirik ki, paytaxtı Şamaxı şəhəri olubdur. Hansı ki, 918-ci ildə köçürülübdür. Şamaxı şəhəri bərpa edilib, sonra Şirvanşahlar dövlətinin paytaxtı bura köçürülübdür. Qeyd edirik 2. D variantı. İndi isə keçid edək digər sualımıza. Sonra 918-ci illərdə eyni sualdır. Şirvanşahlar dövlətinin paytaxtı olmuş şəhər. Biz dedik ki, Şirvanşahlar dövləti Azərbaycanın şimal-şərq bölgəsində yerləşir. Əlbəttə ki, də Şamaxı şəhəridir bu paytaxt. Deməli, burada yazaq Şamaxı. Deməli, cavab oldu 2. B variantı. Məntiqi artıcılıq müəyyən edir. Xilafət zəiflədi. İri feodallar müstəqilləşdi. Müstəqil dövlətlərin yaranması. O biri variantlara da baxaq. Siyasi sabitlik dövrünün başlaması, vahid dövləti yaranmamışdı. Baxın, biri var vahid dövlətin yaranması, bir də var müstəqil dövlətlərin yaranması. Bunu qarışdırmayın. Sualda düşüb bir-iki dəfə görmüşəm ki, bir-iki dəfə yox, elə çox-çox görürəm. Müstəqil dövlətlərin yaranmasını götürməsi. Vahid bir dövlət Sacilərlə Sallarlərdədir. O da tam götürülmürdü. Yəni, bütün feodal dövlətlərə aid edə bilmərik biz bunu. Məntiqi artıcılıq müəyyən edək. İşğal olunmuş ərazilərdə ərəb əsarətinə qarşı azadlıq mübarizəsinin genişlənməsi, xilafətin zəifləməsi və baxın, eyni sualdır. Mən qeyd etmişdim, gəldi düşdü. Vahid dövlətin yaranması var, müstəqil dövlətlərin yaranması var. Siz seçəsiniz müstəqil dövlətlərin yaranmasını. Deməli, məntiqi artıcılığı müəyyən edin. 7-ci sual. Ərəb xilafətinin zəifləməsi. Azərbaycanda müstəqil dövlətlərin yaranması, ara müharibələrinə son qoyulması. Xeyr, əslində ara müharibələri çox olmuşdu. Gürcülərlə, Bizansla, Xəzərlərlə feodal dağınıqlığı dövrünün başlaması, siyasi sabitlik dövrünün başlaması, yadelli hücumlarına son qoyulması, sonra natural təsərrüfatın ləğv olunması, feodal dağınıqlıq dövrünün başlaması. Deməli, Şirvanşahlar dövləti və Fransa krallığının tarixinə aid ümumi cəhətdə, deməli, bildik ki, Laki dövlətindən vasal asılından olmamışlar. Monqolların hərbi yürüşü də yox, bu da yox, eyni əsrdə yaranmaları. Cavab D variantıdır.
Aha, keçdi indi 9-cu suala. Deməli 859-cu illərdə Məhəmməd İbn Yezidin öz iqamətgahını köçürdüyü şəhər. İqamətgah deyir, baxın, paytaxt demir. Deməli birinci Bərdə idi biz bildik, amma Məhəmməd İbn Yezidin özü hara köçürmüşdü? Gəncəyə köçürtmüşdü. Deməli cavab burada Gəncədir. Burada da 5 olaraq qeyd olunubdu. Deməli cavab 9-da Y variantıdır. İndi isə keçək 10-cu sual. 10-cu əsrdə Şirvanşahlar dövlətinin paytaxtının köçürüldüyü şəhər. Biz bildik ki, hansı köçürülmüşdü? 918-ci illərdə köçürülmüşdü. Hara köçürülmüşdü? Şamaxı şəhərinə. Az əvvəldə qeyd etdim. Şamaxı şəhəri. Şamaxı şəhəri də burada yerləşir. Cavab oldu yenə A variantı. Sual 10-da A variantı. Keçdi indi 11-ə. 988-ci illərdə Şirvanşahlar dövlətinə birləşdirilən ərazi. Biz bildik ki, 988-ci illərdə Dərbənd əmirliyi Şirvanşahlar dövlətini birləşdirildi. Dərbənd də harda yerləşir? 2-də yerləşir. Cavab nə oldu? Deməli D variantı. İndi isə keçək 12-ci suala. 11-ci və 9-cu və 10-cu əsrlərdə Azərbaycan tarixi səciyyəvi idi. Monqolların yürüşünün başlaması xeyir, feodal münasibətlərin yaranması da xeyir. Tiflis müsəlman əmirliyi də aid götürmürük. Çünki Tiflis müsəlman əmirliyi artıq 8-ci əsrin 30-cu illərində elə bir canişinlik yaratmışlar Şərqi Gürcüstan ərazisində. 9-cu əsrin 60-cı illərində Tiflis müsəlman əmirliyi müstəqilliyinə nail olmuşdu. Sonra keçid edirik digərlərinə. Deməli, bütün ölkədə sabitliyin yaranması, xarici müdaxilələrə bir dəfəlik son qoyulması. Əlbəttə ki də yox. Qədim dövlətçilik ənənələrinin dinçəlməsi. Bəli. Deməli 918 bəli aiddir. Dərbənd hakimliyinin asıla salınması 988 bu da aiddir. İlk paytaxtının Bərdə olması xeyr. Baxın, bunu qarışdırmayın. Bərdə və Gəncə paytaxt olmayıbdır. Bərdə və Gəncə iqamətgah olubdur. Şirvanşahlar dövlətinə aid deyil. Yəni, məziyyətlər sülaləsi tərəfindən yaradılıb. Paytaxtının Şamaxı şəhəri olması bəli olubdur. Sonra Məhəmməd İbn Yezidin öz iqamətgahını Gəncəyə köçürməsi. Bəli, 859-cu illərdə öz iqamətgahını Gəncəyə köçürdü. Müəyyən müddət Sallarilər dövlətindən asılı olması, xeyr, əlbəttə ki, Sallarilər dövləti aslı halda olması, bəli, aiddir, üzr istəyirəm. Sallarilər deyilmiş. Əsasının Azərbaycanın şimal torpaqlarında qoyulması. Şirvanşahlar dövlətinə aid deyil. Bəs burada nə səhv elədik? Hə, deməli, deyirəm axı, Məhəmməd İbn Yezid öz iqamətgahını köçürməyibdir. Məhəmməd İbn Yezidin köçürdüyü öz iqamətgahı deyil idi. Yəni, ümumilikdə, necə deyim, Bərdə əmirliyinin iqamətgahı idi. Gəncəyə köçürmüşdü onu. Ona görə cavab burada C variantıdır. Sonra Şirvanşahlar dövlətinin yaranmasının tarixi əhəmiyyəti. Azərbaycanda dövlətçilik ənənələri bərpa edildi. Bəli, elə cavab budur. Azərbaycanda dövlətçilik ənənələri Şirvanşahlar dövlətinin yaranması ilə bərpa edilmişdi. Xəzər dənizində gəmilərdən ticarət məqsədi ilə istifadə edilmə. Bax, bu gəmilərdən ticarət məqsədi ilə bunu qarışdırmayın. Bu Sallarilər dövlətinə aiddir. İndi mən sizə çox gözəl bir ipucu verim. Bu gəmi məsələsini necə yadınızda saxlaya bilərsiniz? Gəmi nədir? Türkcə saldır. Sal deyirlər də, eşitmiş olarsınız yəqin ki, Türk filmlərində sal, nə bilim, qayıq, sal sözü, Sallarilər. Ona görə belə yadınıza saxlayın, Sallarilər. Azərbaycan torpaqlarının Bizans erməni hücumlarından qorunması asanlaşdı. Xeyr, əksinə hücumlar artmışdı. Yəni olurdu, asanlaşmadı, yəni belə deyək. Azərbaycan torpaqlarının Xəzər xaqanlığının hücumlarından qorunması çətinləşdi. Azərbaycan torpaqlarının Vahid dövləti tərkibində birləşdirildi. Vahid dövlətin tərkibində birləşdirilməsi sacirlərindən Sallarilər aiddir. Ona görə cavab da 15-də A variantıdır. Haşimlər sülaləsi tərəfindən idarə edilən və 10-cu əsrin 80-ci illərində Şirvanşahlar dövlətinin birləşdirilən əmirlik. Biz bildik ki, Şirvanşahlar dövlətinin birləşdirilibdi 10-cu əsrin 80-ci illərində, yəni ki, 988-ci illərdə. Bu hansı ərazi olubdu? Dərbənd ərazisi. Cavab nədir? B variantıdır. İndi isə keçək 17-ci suala. Deməli, Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Keçdik. Xəzər dənizində Azərbaycanın ticarət gəmilərinin üzməyə başlaması. Baxın, ticarət gəmiləri deyirsə də bir daha qeyd edirəm, Sallarilərdir. Sal sözündən yadınızda saxlayın ki, Sallarilərdir. Ona görə A, buna gedirik. Dərbəndin ələ keçirilməsi. Dərbəndin ələ keçirilməsi, Şirvanşahlar düzdür, Dərbəndi ələ keçiribdir. Amma biz bilirik ki, Sacirlərlə Sallarilər vahid şəkildə dövləti elə bir birləşdiribdir. Həm şimalı, həm də cənubu. Deməli, Şirvanşahların tərkibindədirsə də Dərbənd ərazisi, Sallarilər və Sacirlər Şirvanşahları da öz ərazisinə birləşdiribdilərsə də, avtomatik olaraq Dərbəndi də ələ keçirmiş olurlar. Belə yadınızda saxlayırsınız. Ona görə B variantı option hamısına aiddir. Məziyyətlər sülaləsi tərəfindən idarə edilməsi, əlbəttə ki də Şirvanşahlar. Rey şəhərinin Samanilərdən alınması. Aha, bu Rey şəhəri məsələsi.
Deməli, bu Rey şəhəri məsələsi də çox qarışdırılır. Rey şəhərinin Samanilərdən alınması Sacilərdir. Bir də ki, Mərzban İbn Məhəmmədin qanunnamə hazırlaması. Mərzban İbn Məhəmməd də Sallarilərə aiddir. Deməli, cavab 1-ə C, 1-ə C, 2-yə D, 3-ə A, Y, 4-ə də B. Deməli, cavab 17-ci sualda cavab A variantı oldu. İndi keçdik 18-ci suala. Azərbaycanın 9-10-cu əsrlər tarixinə aid deyildir. Azərbaycan torpaqlarında Böyük Səlcuq dövlətinin tərkibinə qatılması bu 9-11-ə düşmür. Əhalinin albahası vergisi də bura düşmür. Dövlətçi kənallarının bərpa olunması, yerli dövlətlərin yaranması. Deməli, biz bilirik ki, aid olmayan ilə soruşur. 1-2. Mən niyə bu qədər fikirləşdim? Bunlar aiddir. Dərbənd əmirliyinə aid olanları müəyyən edin. Deməli, Dərbənd əmirliyinə aid olanlar 10-cu əsrin 80-ci illərinin sonlarında Şirvanşahlar dövlətinə birləşdirildi. Aiddir deyirsə də bəli, bir də götürük. Şədadilər dövlətinə tabe edilmiş Dərbənd əmirliyi xeyr. Bir yadımızda saxlayaq, bir var tərkibində. Sonra ərəb mənşəli feodal nəsil tərəfindən idarə olunması, bəli. Bu Cəfərilərdir, Şueybilərdir, Şeybanilərdir. Bu sülalələrin hamısı düşür Tiflis müsəlman əmirliyinə. Ona görə aid deyil. Deməli, cavab 19-da oldu 1-3. İndi keçək 20-yə. Şirvanşahlar dövlətinin tarixinə aiddir. 9-cu əsrin birinci yarısında ərəb mənşəli sülalə tərəfindən yaradılmışdır. 9-cu əsrin birinci yarısı, yəni ki 861, 9-cu əsrin birinci yarısına düşürmü? Özünüz fikirləşin, əlbəttə ki də düşmür. Azərbaycanın şimal-şərq torpaqlarını əhatə edirdi. Türk müsəlman sülaləsi tərəfindən Azərbaycan. Baxın, Türk müsəlman yox. Müsəlman ola bilər, amma Türk deyil. Ərəblər tərəfindən yaradılmışdı. Şirvanşahlar hələ ki deyirsə də. Sacilər və Sallarilər dövlətindən asılı olması, bəli. Bunu kənarda qeyd edin, mütləq. Sacilərdən və Sallarlərdən asılı oldu. Cavab 2-4-dür burada da. İndi keçək 21-ə. Xəritədə ulduzla verilmiş şəhər bölgədir. Baxaq. Erkən orta əsrlər tarixinə aid xüsusiyyətlərini müəyyən edin. 8-ci əsrin əvvəllərində Qafqazdakı ərəb canişinliyinin iqamətgahına çevrilmişdir. Aha, bu yəqin böyük ehtimal Bərdə şəhərindən danışır. Çünki Aranın baş şəhəri hesab edilirdi. Bəli. Azərbaycanın ikinci liman şəhəri bura deyiliydi. İkinci liman şəhəri biz bildik ki bu ərazi idi. Sacilər dövlətinin paytaxtı nə əlaqə? Sacilər dövlətində paytaxtı Marağanan da Ərdəbil idi. Burada yazaq Marağa Ərdəbil. Həm də ki, Sacilər cənubda yaranmışdılar. Şimalda yaranmamışdılar. Ulduz hardadır? Şimalda, Araz çayının şimaldadır. Cənubda idi Sacilər. İndi keçdik. Deməli, 1-2-dir burada da cavab. İndi keçdik 22. Xəritədə ulduza verilmiş şəhərin 9-11-ci əsrlər tarixinə aid xüsusiyyətləri müəyyən edin. Dərbənddən söhbət gedir. Yazaq bura Dərbənd. İndi keçək. Müəyyən müddət Haşimlər sülaləsi tərəfindən idarə edilib. Bəli, idarə edilibdir. 10-cu əsrin 80-ci illərində Şirvanşahlara tabe edilib. Mən ilini yazıram, siz də deyirsiniz düzdür. Monqollar tərəfindən tutulmuşdur, xeyr. 9-11-ci əsrlər deyirəm, baxın, ha. Bunu da qeyd edirəm. Rəvvad əmirliyinin mərkəzi bura olmuşdur. Deməli, 1-2-dir cavab. Deməli, əziz abituriyentlər, gördünüz ki, Şirvanşahlar dövlətini bitirdik biz. Qaranlıq qalan məqam oldusa da sizin üçün, yəni rəy bölməsində yaza bilərsiniz. Mən də sizə xoşluqla cavablandıraram. İndi isə keçid edək hansı testimizə, deyirik ki, Sacilər dövlətinin testinə. Baxaq görək Sacilər dövlətinin neçə testi? 19 testdə budur. Əslində çətin testlər deyil. Sadəcə yaxşı dərindən oxumaq lazımdır feodal dövlətləri. Daha yaxşı yadınızda saxlamağı sizin üçün kömək olar məncə. Yəni daha yaxşı dərindən oxusanız. İndi keçdik Sacilərə. Deməli, Sacilər dövlətinin birinci ilini yazıram. 898, 898 və 941. Aha, Sacilərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi. Bəli, elə A variantı. Digər suallara da baxaq. Dövlətin paytaxtı Təbriz şəhəri. İlk dəfə paytaxt Təbriz şəhəri olmuşdu. Biz bildik kimdə? Hansı feodal dövlətlər? Rəvadilərdə. Dərbəndilər sülaləsi tərəfindən idarə olunan Dərbənd əmirliyinin əsası qoyulubdur. Xeyr. Həm də ki, Haşimlər tərəfindən idarə olunurdu. Dərbənd əmirliyi yaradıldı. O da düşmür. Sacilərin hakimiyyəti dövrünə Cənubi Azərbaycan Əməvi xilafətindən asılı vəziyyətə düşdü. Xeyr. Əməvilər heç yox idi, yəni. 10-cu əsrin əvvəllərində Sacilər dövləti ərazisi, deməli, biz bildik ki, Sacilər dövlətinin ərazisi şimalda Dərbənddən Zəncana qədər olurdu. Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Elə C variantı. Sacilər dövlətinin yaranması. Baxın, bunu da qeyd edeyim mütləq. Yaxşı ki, yəni deyim.
Baxın, Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edir. Bu Sacilərdir. Yox, sizdən İran körfəzi desə, İran körfəzi desə siz deyəsiniz ki, bu 100% İran körfəzi yox, İran körfəzidir. Fərəh çayı desə bu Salarilərdir. Sacilər dövlətinin yaranması və bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi nəticəsində bunların basqınlarının qarşısı alındı. Əlaqə yox, təsərrüfatın canlanmasına və mədəniyyətin inkişafına şərait yarandı. Bu qalsın. Xəzərdə Slavyanların yürüşünə son qoyulmadı. Dərbənd əmirliyi ləğv edildi. Səlcuq türklərinin hücumlarının qarşısı alındı. Əlbəttə ki də təsərrüfat canlandı. Mədəniyyət inkişaf etməsi nəyə şərait yarandı. 941-ci illərdə süqut etmiş dövlətin adı buraxılar, hökmdarı müəyyən edin. Deməli, 941-ci illərdə hansı dövlətimiz, yəni ki, hansı dövlət süqut edib, biz bilirik ki, Sacilər dövləti süqut edibdir. Baxaq görək, Yusif ibn Əbu Saç var. Deyirsən var, Məhəmməd ibn Əbu Saçdır bir də. Ləbusat sözündən görə bilərsiniz ki, yəni ki, Sacilərdən Məhəmməd ibn Əbu Saç 941-ci illərdə süqut etmiş dövlətin adı buraxılan hökmdarı Məhəmməd ibn Əbu Saç, Yusif ibn Əbu Saç, bir də ki deysəm. Yəni siz bu sualı bildinizsə, avtomatik bu sualı da bilirsiniz yəni. Göstərilənlərin aid olduğu dövlət 9-cu əsrin sonunda meydana gəlmişdir. Yəni ki, 800 neçələrdə. Sonlarda 898 faizcilər deyəndə baxaq. Paytaxtı Marağa şəhəri olubdu. Bəs yaxşı, mən belə bir sual verim. Birinci Marağa, sonra hansı şəhər olubdu? Ərdəbil şəhəri. Bəli. Deməli, Sacilərin iki paytaxtını qeyd edirik biz. Marağa, Ərdəbil türk sülaləsi tərəfindən idarə olunub. Hansı türk sülaləsi? Afşin. Bəli. Deməli, Sacilər. Afşin türk sülaləsi tərəfindən idarə olunub. Marağa paytaxt üsü. Sacilər. 17-ci sual. Şirvanşahlar və Sacilər dövlətinin tarixinə aid ümumi cəhət Dərbənd səddinin təmir edilməsi. Bəli, həm Şirvanşahlar, həm Sacilər dövlətində Dərbənd səddi təmir edilibdir. Sonra Sacilər dövlətinin Marağadan sonra paytaxtı olmuş şəhər. Biz bilirik ki, Sacilər dövlətinin Marağadan sonra paytaxtı olmuş şəhər haradır? Ərdəbil şəhəridir. Marağa, sonra yazıram Ərdəbil. Ərdəbil şəhərində hansı bölgədə yerləşir? 5-də yerləşir. Cavab C variantı. İndi isə keçək 9-cu suala. Sacilər dövləti və Fransa krallığının tarixinə aid ümumi cəhət. Elə ikincisi də 9-cu əsrdə yaranmaları. C variantı. Kəndli üsyanlarının baş verməsi Sacilərə aid deyil. Quldarlıqdan feodalizm quruluşuna keçmələri. Xeyr, quldarlıqdan feodalizmə Fransa krallığı yox. Deməli deyirik ki, səlibçilərin yürüşlərinə məruz qalmaları, Sasanilər dövləti ilə diplomatik əlaqələrin saxlanması. Yusif və Əbu Sacın Saciləri Sasanilər görməyibdir. Heç Fransa krallığıdır. Səlibçilərin yürüşlərinə məruz qalmaları da aid deyil. Yusif ibn Əbu Sacın siyasətinə aid deyil. Xilafətin xəzinəsinə xərac göndərməsi tamamilə dayandırıldı. Dərbənd səddinin nə edilməsi, təmir etdirilməsi da aiddir. Öz adına pullar kəsdirildi. Öz adına pul da kəsdirib, düzdür. Öz adına biz bilirik ki, hansı ki 917-ci ildə xilafətin göndərdiyi qoşunu məğlub eləyir. Bu qoşundan sonra da Yusif artıq adına pul kəsdirməyə başlayır. Şirvanşahlar dövlətini özünə tabi etmişdi. Deməli, Şirvanşahlar dövlətini özünə tabi edib Xəzər dənizində hərbi donanma yox. Gəmi olsaydı deyərdik Sacidir, hərbi donanma deyirdik heç birinə aid deyil, nə Saci, nə Sallar. Ümumiyyətcə, Yusif ibn Əbu Sacdan danışırıq, sadəcə mən qeyd eləmək istədim. Saci hökmdarı Yusif ibn Əbu Sacın hakimiyyəti dövrünün səciyyəvi cəhəti, Sallarilər dövlətinin Sacilərdən asılı salınması. Xeyr, Azərbaycan torpaqlarının ilk dəfə türk sülaləsi tərəfindən vahid dövlətdə birləşdirilməsi. Bəli, Azərbaycan torpaqları, baxın, bu cümlə eyni kitabda var. Yəni, bu cümləni xüsusi olaraq qeyd edin. Səlcuq dövləti ilə saziş bağlanması. Xeyr. Səlcuq dövləti ilə bu bağlamamışdır. Rəvadilərlə və Tiflis əmirliyi ilə dostluq münasibətlərinin saxlanması. Dostluq münasibətlərdə Fəzl ibn Məhəmməddədir. Dəbil əmirliyinin əsasının qoyulması. Xeyr. Dəbil də aiddir Şəddadilərə. Sacilər dövlətinə aid olmayan xüsusiyyətlərdən baxaq. Şirvanşahlar dövlətinin tabi edilməsi. Bəli, aiddir bu. Bərdə uğrunda Slavyanlarla mübarizə aparılması. Deməli, xeyr, Bərdə uğrunda Slavyanlarla mübarizə aparan bu deyil idi. Çünki biz bilirik ki, Bərdənin qaret edilməsi 944-dür. 944, yəni Sacilər dövləti 941-ci illərdə süqut edibdir. Aid ola bilməz axı. Paytaxtın Marağa şəhəri olması. Bəli, bu düzgündür. 10-cu əsrin birinci yarısında süqut etməsi.
Bəli, biz bilirik ki, 941-də süqut edib, 10-cu əsrin birinci yarısında Dərbənd səddində təmir etdiriblər. Sacilər dövlətinin yaranmasının tarixi əhəmiyyəti nə idi? Oğuz türklərinin Azərbaycan torpaqlarında məskunlaşması. Tarixi əhəmiyyəti bu deyil. Xəzər dənizində gəmilərin ticarət məqsədilə istifadə edilməsi Sallarilərdir, bu da aiddir. Ərəblərin hücumlarının qarşısının alınması, xeyr. 10-cu əsrin əvvəllərində ölkənin vahid dövlətin tərkibində birləşdirilməsi. Bəli, elə cavab 13-də D variantıdır. Vahid dövlətin tərkibində birləşdirməsi. Şimaldan olan hücumlara son qoyuldu mu? Xeyr. Sacilər dövlətinə aid deyil. Rey şəhərinin tutulması bəli, aiddir. Azərbaycan qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü hakimlərinin məğlubiyyətə uğradılması, bəli, bu da var. Sülalənin nümayəndələrinin Afşin titulu daşınması sacilər deyirsə də, əlbəttə, Kaxetiyanı ələ keçirməsi. Kaxetiya, yəni ki, Gürcü bölgəsindən danışır. Bu da var. Yəni ki, Gürcü bölgəsinin ələ keçirməsi. 2000 Oğuz ailəsinin ərazisində məskunlaşdırılması buna aid deyil. Bu Rəvvadilər dövlətinə aiddir. Rəvvadilər yazdım burada. Y variantı. Hadisə nəticə əlaqələrinə aid olduğu uyğunluğu müəyyəndir. Hadisə Rey şəhərinin Samanilərdən alınması, Sacilərin Azərbaycan torpaqlarını vahid halda birləşdirilməsi. Rey şəhərinin Samanilərdən alınması ya Sacilərin Azərbaycan torpaqlarının bunun nəticəsində vahid dövlətdə birləşdirilməsi nəticəsinə aid deyil, belə deyim də. Hadisə Məhəmməd İbn Əbu Sacın Gürcülər üzərində yürüşlər təşkil etməsi, nəticədə Sacilər dövlətinin əsasının qoyulması. Bunun Sacilər dövlətinin əsasının qoyulmasına bir əlaqəsi yoxdur. Deməli, hadisə Sacilərin Dərbəndə ələ keçirməsi, nəticədə Dərbənd səddinin inşa edilməsi yox, təmir edilməsi olsaydı bəlkə hə deyə bilərdik. Hadisə Yusif İbn Əbu Sacın xilafətin xəzinəsinə xərac göndərməyə dayandırılması Sacilər dövləti xilafətin aslından çıxdı. Bəli, elə cavab budur. Ondan sonra deməli, Sacilər uyğunluğu müəyyən eləyək. 9-cu əsr və 10-cu əsr xilafət tərəfindən Azərbaycanın iqta kimi Əbu Sac divzada verilməsi. 9-cu əsr, bəli. Dövlətin əsasının qoyulması, bəli. Sallarilərlə mübarizə aparılması, xeyr, Sallariləri görmür. Sallarilərlə, yəni bu mübarizə aparmır da 9-cu əsrə aid deyil. Sonra 10-cu əsr xilafətin qoşunlarının məğlub edilməsi. Bəli, 10-cu əsrdə bu hadisə var. Paytaxtın Ərdəbil şəhəri olması. Bəli, maraq aydı, daha sonra Ərdəbil olub. Şəddadilərlə mübarizə aparılması, Şəddadiləri görmüş. Şəddadilər 971-ci illərdə yaranıb. Cavab AB olandır. ABD Y variantıdır. İndi keçək Obrisalar. Sacilər dövlətinin deməli 10-cu əsr tarixinə aiddir. Dövlətin əsasının qoyulması. Dövlətin əsası 10-cu əsrdə qoyulmuyubdur. Dövlətin əsası 9-cu əsrdə qoyulubdur. Mərzban İbn Məhəmmədin adına pul kəsilməsinə başlanılması. Deməli, biz bilirik ki, Mərzban İbn Məhəmməd heç Sacilərə aid deyil, Sallarilərə aiddir. Ona görə səhvdir burada. Sonra bura keçdik. Bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi eyni, davamlı şəkildə vurğuladığım bir cavabdır. Bəli, xilafətə xərac göndərilməsindən imtina edilməsi. Bəli, kim imtina etmişdi? Yusif ibn Əbu Sac. Türk mənşəli Kəngərli sülaləsi tərəfindən idarə edilməsi. Xeyr, Kəngərli sülaləsi Sallarilərdir. Sonra Sacilər dövlətinə aid olan xüsusiyyətləri müəyyən edin. Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmışdır. Bu ümumiyyətcə feodal dövlətlərin hamısına aiddir. Deməli, birini götürdük. İndi keçək digərinə. Xəzər dənizində dövlətə məxsus ticarət gəmiləri deyirsə də, bu artıq Sallarilərdir. Ona görə buna aid etmirik. Aha, cavab biri birdir. Türk mənşəli sülalə tərəfindən idarə edilməsi. Bəli, biz bilirik ki, Afşin ləqəbi daşıyırdı sülalələrin nümayəndələri və türk mənşəli sülalə idi bunlar. Deməli, biri də 3. Azərbaycanın şimal torpaqlarında yox, Sacilər biz bilirik ki, cənubda yaranıb. Bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirməsi. Bəli, cavab oldu 1, 3 və 5. İndi keçək 19-cu və sonuncu sualımıza. Sacilərlə bağlı. Onun dövründə Şirvanşahların və Dərbəndin tabe edilməsi ilə Azərbaycan torpaqları ilk dəfə Türk sülaləsi tərəfindən vahid halda birləşdirildi. Bu isə ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin inkişafına səbəb oldu. Hətta o xilafətdən asılığa son qoyaraq xərac göndərməyə dayandırdı. Bununla da tam müstəqil siyasət yürüdüyünü nümayiş etdirdi. Bu kim idi? Bu Yusif ibn Əbu Sac idi. Yusif ibn kim idi? Əbu Sac idi. Baxaq sonra. Mətndə bəhs olunan hökmdarla Məhəmməd ibn Əbu Sacın oxşarlığını müəyyən etməliyik. Slavyanlara qarşı mübarizə aparılması. Xeyr, bu oxşar xüsusiyyət deyil.
Sonra öz adına pul kəsdirmişdir. Bəli, biz bilirik ki, Məhəmməd ibn Əbu Sac da, Yusif ibn Əbu Sac da öz adına pul kəsdirib. Yeni dövlətin əsasını qoymuşdu. Yusif ibn Əbu Sac Məhəmməd ibn Əbu Sacdan sonra gəlibsə də, yeni dövlətin əsasını necə qoya bilər? Ona görə aid deyil. Gürcü qoşunları ilə mübarizə aparılması. Gürcü qoşunları ilə, bəli, yadınızda saxlayın, həm Yusif ibn Əbu Sac, həm Məhəmməd ibn Əbu Sac Gürcü qoşunları ilə mübarizə aparıbdı. Deməli, burada da cavab nə oldu? Burada da cavab oldu 2-4.